Həzrət Musa Peyğəmbər ki, Fironun, özü hansı Firon? Ənə rabbukumul əla, mən sizin ən üstün Rəbbinizəm, uca Rəbbinizəm deyən, Allahlıq iddiası edən Fironun evində böyümüşdü ki, uzun bir məsələdir və Həzrət Musa Peyğəmbər ki, müəyyən bir hadisə baş verdi və məcburiyyət qarşısında qalıb həmin məkandan uzaqlaşdı. Bir neçə illər ki, orada qalmadı və bir müddətdən sonra ki, Peyğəmbərlik verilmişdi ona və üzərinə bir vəzifə qoyuldu. Allah Teala Həzrət Musa və onun qardaşı Harun Peyğəmbərə əmr eləyir. Quranda ayə belədir ki, İzhəba ilə Firavun İnnəhu təğa. İkiniz də gedin Fironun yanına, çünki o həddi aşanlardandır. Gedin ona nəsiyyət edin, onu doğru yola yönəldin, doğru yola hidayət edin. Allahın əmridir Musa Peyğəmbərə və qardaşı Həzrəti Haruna ki, yönəldir kimin yanına? Allahın düşməninin yanına. Amma bir söz də deyir. Söz də budur ki, ayə belədir. Fəqula ləhu qavlən ləyyinan ləalləhu yətəzəkkəru əv yaxşa. Amma gedin neyinin? Gedin onunla yumşaq danışın, aram danışın. Yəni elə sözlər seçib danışın ki, o sözlər onu alçaldacaq şəkildə olmasın, qəlbini incidəcək şəkildə olmasın. Ləyyin, yəni qarşı tərəfi alçatmadan, qəlbini incitmədən, xətrinə dəymədən danışılan yumşaq, rahat bir söz. Bu mənada. Gedin onunla yumşaq danışın, ləyyinən. Yumşaq danışın ki, bəlkə o öyüd nəsiyyət alanlardan, ibrət götürənlərdən ola və yaxud da ki, qorxub bu işdən çəkinə. Burada Allah Teala əmr edir Həzrət Musa Peyğəmbərə xüsusi olaraq ki, getsin Fironla danışsın. Firon da təbii ki, həmin dövrdə Firon Allahlıq iddiası edən və Allahın düşmənidir. Amma Musa Peyğəmbərə Allah əmr edir ki, gedib onunla yumşaq danışsın. Bu hansı bir yerdə görsənib ki, bir şəxs böyük bir düşmən ola və insan da gedib onunla xoş danışan, məsələn, yumşaq danışan. Amma Allah əmr edir. Niyə görə? Burada bir məsələ var. Düzdür, Firon, Həzrət Musa Peyğəmbərin doğma atası olmasa da, amma bir müddət Musa Peyğəmbərin tərbiyəsi ilə məşğul olub, Musa Peyğəmbər onun evində böyüyüb, Musa Peyğəmbər onun çörəyini yeyib və Musa Peyğəmbərin hamisi sayılır deyənə Allah Teala ona əmr edir ki, onun sənin boynunda bir növ atalıq borcu var. Hamilik borcu var. Ona görə də onunla yumşaq danış ki, o səndən böyükdür. Bu böyüklük və atalıq, hamilik ehtiramını sındırmayasan.